arzulayırıq. Bəli, elə bu fəaliyyətin nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesi davam etdirilir. Bugün Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Xorovlu kəndlərinə növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Sos kəndinə 24 ailə, yəni 99 nəfər, Xorovlu isə 19 ailə, yəni 70 nəfər köçürülüb. Köç edənlər Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Beləliklə, bugünkü köçdən nəzərə alınmaqla ümumilikdə bir şəhər, 10 rayonun 31 yaşayış məntəqəsində 6206 ailə, yəni 24729 nəfər məskunlaşmış olacaq. Bəli, bir daha öz doğma yurt yuvalarına qayıdan bizim vətəndaşlarımızı da təbrik edirik. Deyirik, gözünüz aydın olsun. Bəli, biz təbrik elədik, prezidentimizə öz fəaliyyətində uğurlar arzuladıq, can sağlığı dilədik. Bəli, onun qüdrətinin, gücünün, diplomatik